Salam hörmətli şagirdlər, biz bu günlərim 20 apreldə keçirilmiş 9-cu siniflər üçün olan buraxılış suallarının izahına baxırıq. 57-ci sualdan başlayaq. 57 bax bizə bu rəqəmləri veribdir. Deyir ki, bu rəqəmlərin hər rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tap. Ən böyüyü deyirsə burada 9-dan başlayır. Sonra 7, sonra 6, sonra 5, sonra 3, sonra 1. Ən kiçik isə 1, 3, 5, 6, 7, 9 olur. Və bizdən bunların fərqini istəyir. 1-dən 9 çıxmaq olmur. 1 10'luq ayırıram. 11-dən 9 2. Burada qaldı 2. 2-dən 7 çıxmaq olmur. Buradan 1 10'luq ayırıram. 12-dən 7 5. Burada qaldı 4. 4-dən 6 çıxmaq olmur. 1 10'luq ayırıram. 14-dən 6 8. 5-dən 5 0. Sonra 4, sonra 8. Bu da 800 qatın 852. Bu da olur A bəndi. Keçdik növbəti 58 nömrəli suala. Deyir, irəli ədədlərdən hansı 3/1-dən kiçikdir? 3/1-i biz belə göstərə bilərik də. 3/1 nəyə bərabərdir? 1 bölü kök altı 9-a. İndi baxıram ki, burada hər bir kəsirin sürəti 1-dir. Düzdür. Mən də bilirəm ki, sürətləri eyni olan kəsirlərdən məxrəci böyük olan kəsir nə olur? Kiçik olur. Burada da kök altı 9-dan böyük olan hansıdır? Kök altı 15-dir. Onda bu deməli kök altı 9-dan kiçikdir. Yəni 3/1-dən kiçik olan bax bu C bəndi 1 bölü kök altı 15 olur. Keçdik 59 nömrəli suala. 59-da nə olur? 59-da 0,25-dən kök altından 0,5 çıxır. 16-dan 4 çıxır. 0,36-dan 0,6 çıxır. Bu deyir neçə? 1,2. Bu da olur hansı bənd? A bəndi. Keçdik 60 nömrəli suala. 60-da bizə nə deyir? İstənilən boş olmayan ABC çoxluqlar üçün münasibətlərdən hansı doğru deyil? Bax burada A bəndi doğrudur. Çünki biz bilirik ki, istənilən çoxluğun özü ilə kəsməsi ilə həmin çoxluğun özünə bərabərdir. A doğrudur. B də doğrudur. Çünki bu qruplaşdırmadır. B-nin C-nin kəsişdirib sonra A ilə kəsişdirməsi ilə, yəni A ilə B-nin kəsişib sonra C-nin kəsişməsinə bərabər olur. Sonra C bəndi də doğrudur. Çünki A çoxluğu A ilə B-nin birləşməsinin A çoxluğu olacaq. Sonra baxırıq ki, buradan D bəndi də doğru olur. Çünki A ilə B-nin kəsişməsi ilə deməli nəyə bərabər? A ilə birləşdirəndə A-nın özünə bərabər olacaq. E bəndinə baxaq. Burada deməli B çoxluğu B ilə C-nin kəsişməsinin nədir? A çoxluğudur. Bu ziddiyyətlidir. Çünki belə deyək də B çoxluğunda elə elementlər olar ki, kəsişmədə o elementlər olmaz da. Onda B çoxluğu onun A çoxluğu olmaz. Burada da yəni bu ziddiyyətlidir deyən burada doğru deyili belə deyək də E bəndi götürürük. Sonra keçdik buradan 61-ə. Deyir, kubun telini 1 vahid artırsaq, onun həcmi 19 vahid artır, kubun telini tapın. Bax, burada kubun telini biz belə edirik ki, 2 götürsək, kubun həcmi V bərabərdə A kubundan tapılır. Onda həcmi olur 8. Bunu 1 vahid artırsam, 3 eləsəm, həcmi olacaq neçə? 27. Deyir, indi bax, 19 vahid artır, fikir verəm ki, bəli, həcm 19 vahid artdı, onda til neçəymiş, deməli 2-ymiş. Bu da olur hansı bənd? B bəndi. Keçdik buradan 62 nömrəli suala. 62-də bizə nə deyir? Deyir, daxili bucaqların cəmi 1800 olan qabarıq çox bucaqların tərəflərini sayını tap. Daxili bucaqların cəmi bir-birinə 280 vuraq n-2 ilə tapırıq. Bu da bərabərdə nəyə? 1800-ə. Düzdür. Hər tərəfi 180-ə bölsək n-2 bərabərdə nəyə? 10-a. N də bərabərdə neçə? 12. Tərəf sayında olur 12. Bu da olur hansı bənd? D bəndi olur. Keçdik 63 nömrəli suala. 63-də bizə nə deyir? Deyir, velosipedçi 24 km/s sürətlə müəyyən məsafəni 1,5 saata qət etdi. Gəl müəyyənləşdirək görək nə qədər məsafəni qət edib. Bu zaman məsafəni tapanda sürəti zamana vururuq. 24-də 1,5-ə vuranda neçə edir? 36. Deməli, məsafəmiz 36 imişdir. Velosipedçi həmin yolu, yəni 36-nı 18 sürətlə neçə saata qayıdır? Burada da saatı tapanda yolu, yəni 36-nı bölüyor 18-də, o deyir neçə? 2 saat. Bu da olur hansı bənd? E bəndi. Keçdik buradan 64 nömrəli suala. 64-də bizə nə deyir? Deyir, A-nın hansı qiymətində 3A + 9, 4A-18 ifadəsinin qiymətindən 3 dəfə böyük olur. Deməli, 3 dəfə böyükdürsə, onda biz nə edərik? 4A-18-i 3-ə vuraram ki, bərabər olsunlar. Burada da olur 3A + 9 bərabərdə nəyə? 12A - 54-ə. 54 bu tərəfə keçər, 3A da sağa,
Onda 9A bərabərdir 63-ə. A da bərabər olur neçə? 7. Deməli, A-nın 7 qiymətində olur. Bu da olur E bəndi. Sonra keçdik buradan 65 nömrəli suala. 65-də sürət kvadraları fərqidir. Ona görə olur 10 çıxar 8. Vuraq nə olur? 10 plus 8. Məxrəcdə də 18. Buradan 18-lər getdi. Qaldı 10-dan da 8 çıxanda qalır 2. Bu da olur hansı bənd? E bəndi olur. Keçdik 66 nömrəli suala. 66-da bizə nə deyir? Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizlə ifadəsi göstərilmişdir. Televiktorinada deyir, iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Bax, iqtisadiyyat fakültəsinin faizi nə qədərdir? Bu 14%dir. Düzdürmü? 14%. Riyaziyyat fakültəsi 21%dir. Sonra təbiət elmləri fakültəsi bu 39%dir. Burada sosial elmlər fakültəsi də 26%. İndi deyir, hansının baş vermə ehtimalı daha böyükdür? Ən böyükdür. Bu da 39% olan, yəni ən çox faiz budur da, yəni təbiət elmləri. Bu da olur hansı bənd? C bəndi. Keçdik 67 nömrəli suala. 67-də bizə nə verir? Bu sıfırdan %36, %36 deməkdir. Olaraq, demək, A üstü mənfi 5, B üstü 6, C üstü 3 vuraq. 2,9'da 2, 9'da 20 deməkdir. Vuraq A üstü deməli 4, B üstü mənfi 4, C üstü mənfi 5. Burada bunlar ixtisar getdi 4, 1, 20 ilə də 100 ixtisar getdi 5, 1. O da oldu nə? 5'də 4. A üstü mənfi 5'i A üstü 4'ə vuranda olur A üstü mənfi 1, B üstü 6'nı B üstü mənfi 4'ə vuranda B üstü 2, C üstü 3'ü C üstü mənfi 5'ə vuranda C üstü mənfi 2 edir. Məsələn, bu da olur hansı bənd? Deməli, bu da olur D bəndi olur. Bu da belə. Sonra keçdik buradan 68 nömrəli suala. Deyir, radiusu 7,5 olan dairənin diametrini tap. Burada radius 7,5 isə diametr də onun 2 mislidir, yəni 15 olur. O da olur hansı bənd? C bəndi. Keçdik 69 nömrəli suala. Bizə belə bir deməli çevrənin tənliyini verib. X-4'ün kvadrat üstəcə y kvadrat bərabərdir 52 olan çevrəni deyir, o y oxu ilə kəsişmə nöqtələrin koordinatlarını tap. Biz bilirik ki, bu o y oxu ilə kəsişirsə, həm vaxtı x nə olur? 0 olur. X-in yerinə 0 yazsam, 0 çıxaq 4'ün kvadrat üstəcə y kvadratı bərabərdir nəyə? 52'yə. Bu da nə olur? 16 üstəcə y kvadrat bərabərdir 52'yə. Y kvadrat bərabərdir, deməli 36'ya, y də bərabərdir nəyə? Plus minus 6'ya. Deməli, x 0 olanda bir dəfə 6 olur. Yəni 6 və mənfi 6 nöqtələrində kəsirdə 0 olanda bir dəfə mənfi 6. O da olur hansı bənd? O da olur B bəndi olur. Keçdik növbəti 70 nömrəli suala. 70'də bizə nə deyir? Bax, buradan biz x ortaq vuruq çıxarsaq qalır 4x minus 3 bərabərdir nəyə? 0'a. Hər birini ayrı-ayrı 0'a bərabər eləyək. Çünki hansı nə zaman 0 olur? Vuruqlardan biri 0 olarsa, bir də 4x minus 3 bərabərdir 0'a. 4x bərabərdir 3'ə. X də bərabərdir nəyə? 4'də 3'ə. Bu da 0 ilə 4'də 3 olur. O da olur hansı bənd? C bəndi. Keçdik 71 nömrəli suala. 71'də görə bizə nə verir? 71'də bax, x plus a-da olur a. Çıxaq, deməli x minus a-da a. Biz bunları nə edərik? Ortaq məxrəcə gətirərik. Ortaq məxrəcədə bunların hasili olur. X plus a vuraq, x minus a. Burada da çarpaz vursaq, bunları çarpaz belə vuraram. Olur nə? ax çıxaq a kvadratı. Burada da vuranda elə bir ki, çıxaq ax, çıxaq nə olur? A kvadrat. Buradan ax-lər getdi. Oldu nə? Sürətdə mənfi 2a kvadrat. Məxrəcdə də oldu x kvadrat minus a kvadrat. Sürətdə məxrəcdə mənfi 1'ə vursaq, onda sürətdə olur 2a kvadrat. Məxrəcdə də olur a kvadrat çıxaq x kvadrat. O da olur nə olur? A bəndi olur. Bu da belə. Keçdik 72'yə. 72'də bizə nə verib? Veribdir ki, 2'də 3x. Çıxaq nə? 4'də 3. Kiçikdir 4x minus 5. Deyə bərabərsinin ən kiçik tam həllini tap. Və bunları ortaq məxrəc 2 ilə 4'də 4'dür. Bu olur 4'də 6x çıxaq 3. Düzdürmü? Yəni kiçikdir 4x minus 5'dən. Hər iki tərəfi 4'ə vursaq, onda 6x minus 3 kiçik olur 16x minus 20'dən. Bu 16x bu tərəfə keçər, sola, mənfi 3'də sağa keçsə, onda nə olur? Deməli olur belə. Mənfi 10x
kiçik olur -17-dən. Hər tərəfdən -10-a bölsək x böyük olur 10-da 17-dən. Yəni x böyük olur 1,7-dən. Bizə də deyir ki, bərabərsə ən kiçik tam həlini tap. 1,7-dən də böyük ən kiçik tam həll neçədir? 2-dir. Məsələn, cavab olur 2. Keçdik 73 nömrəli suala. 73-də görək bizə nə deyir? Deyir, mətbəədəki rəhli ağ və qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilibdir. İlnur bu mətbəədə 5də 1 ağ qara, qalan isə rəhli çap olmaqla cəmi 4000 vərəq çap etdi. Buna görə o mətbəyə neçə manat ödəməlidir? Bax, 4000 vərəq ümumilikdə çap etdirib. Onun 5də 1-i nədir? Ağ vərəqdir. 4000-in 5də 1-ini taparam, 4000-in 5də 1-ini taparam. Bu eləyər neçə? 800 eləyər. Deməli, 800 dənə ağ qara çap elətdirib. Bax, burada da 1500, bu 800 də 1 ilə 1500 arasındadır deyən. Onda o, deməli, o 800 dənəyə 0,35 qəpik pul verib də. Yəni, 800'ü vururam bir dənəsinə 0,35 veribdirsə, onda 800 dənəyə də 800'ü vururam %35'e, bunlar ixtisar getdi. 1, 8, o da eləyir neçə? 280 eləyir. Deməli, bu 800 dənəyə 280 manat pul verir. Düzdürmü? Yerdə qalır nə qədər? 4000-dən 800'ü çıxanda qalır 3200. Bu da 1500'dən çoxdur. Və bu yerdə qalan özləri rəngli çap olunubdur. Düzdür? Onda bu 1500'dən çoxdursa, rənglilərin 1500'dən çox olanda 0,45 qəpikdən ödəməlidir. Yəni %45 ilə. Burada deməli bu sıfırlar aparır. 32'ni də vururuq neçəyə? 45'ə. Bu da bizə nəyi verir? Deməli, bu da edir 1440. İndi bizə deyir ki, nə qədər pul ödəməlidir? 1440 ilə də biz deməli 280 nə edərik? Cəmləyərik. 1440 ilə 280 cəmləsək burada olur 0, 2, 1 yadda 7, 1, 1720 manat nə etməlidir? Pul ödəməlidir. Vəssalam. Burada da cavab 1720'dir. Sonra bizə nə verib? 74'də. 74'də veribdir ki, 2x minus y bərabərdir neçəyə? 9'a. Sonra bizə nə verib? X plus y bərabərdir 12'yə. Bizə nə istəyir? X, y hasilini istəyir. Düzdür. Bunları toplayaram. Y-lər gedir. 3x bərabərdir 21'ə. X də olur 7. Gətirib burada yerinə yazsam. Y-də neçə taparam? 5. Bizdən də x vuraq. Y istəyir. O da 7'də 5'im neçədir? 35. Məsələn. Keçdik 75 nömrəli suala. 75'də bizə nə deyir? Deyir, avtobusda 30 sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər düşdü. Qaldı neçə? 23 nəfər. Sonra 9 nəfər mindi. 23 üstəgəl 9 elədi 32. Deyir, ikinci dayanacaqda 14 nəfər düşdü. 32 çıxaq 14. Bu elədi neçə? 28. Sonra 4 nəfər mindi. 28 üstəgəl, daha doğrusu 18. Sonra 18'in də üstünə 4 gəldik. Bu da eləyir neçə? 22 nəfər. Deyir, avtobusda ikinci dayanacaqdan sonra neçə sərnişin oldu? O da 22. Məsələn, cavab olur 22. Keçdik 76 nömrəli suala. 76'da bizə bax belə bir şəkil verir. Deyir ki, AB və CD parçaları Y nöqtəsində yarıya bölünür və bizə nə deyir? BY-nin YD-yə, onda AD-yə nisbəti 6, 4, 9 nisbətindədir. Deyir, AD'yi üçbucağın perimetri 38 olarsa CB parçasının uzunluğunu tap. Bax, nə tərəli? Bu BY, bax, birinci gəlir. Bu tərəfdə birincinə gəlir 6. Onda BY-miz neçə qadı? 6 qadı. Sonra nə gəlir? YD, YD-miz neçə qadı? 4 qadı. Düzdür. Sonra bizə nə verib? AD-miz də neçə qadı? 9 qadı. Aha, 9 qadı. Və bu deyir ki, AB ilə CD Y nöqtəsində kəsişir və kəsişmə nöqtəsində nə olur? Yarıya bölünür. Onda deməli, bax, bu tərəf 6 qadısa, onda burada 6 qadı. Və bu üçbucağın da perimetri deyir neçədir? 38'dir. Yəni bunu da toplayıram 6, 4, 9'u. Elir 19K. Bərabərdir neçəyə? 38'ə. K da olur 2. Onda belə deyək də. Bax burada CB-ni istəyir bizdən. Deməli, bax bura 4K-dırsa, burada 4K-dır. Çünki deyirdik ki, kəsişi və kəsişmə nöqtəsində yarıya bölünür. Bunlar da oxşar üçbucaqlar deyən. Bura 9K-dırsa, burada 9K-dır. K-nı da neçə tapdıq? 2. 9'larda 2 neçədir? 18. Məsələn. Sonra keçək deməli 76'dan sonra hansına? 77'yə.
77-də bizə nə deyir? Deyir ki, YF ilə AC bir-birinə nədir? Paraleldir. Yəni bax, bura ilə bura bir-birinə nədir? Paraleldir. YF 3-dür. Sonra FC də 3-dür. AC də neçədir? 9-dur. Bizdən nə istəyir? BF istəyir. Bax, mən demişdim ki, əgər üçbucaqda paralellik varsa və yaxud da böyük üçbucağın daxilində kiçik üçbucaq varsa, bil ki, bunun həlli yollarından biri nədir? Oxşarlıqdır. Bax, burada necə edək? Gəl, o oxşarlığı lap mən göstərim. Bura A olsun, bura B olsun, bura C olsun. Bura nədir? Y'dir, burada nədir? F'dir, bura 3-dür, burada 3-dür, burada 9-dur. Paralelliyə görə bura alfadırsa, burada alfadır. Bura betadırsa, burada betadır. Düzdür, bura qammadırsa, bu qamma elə ki, həm bu üçbucağın bucağıdır, həm böyük üçbucağın bucağıdır. Və bizdən BF istəyir, X-dir. Bax, kiçik üçbucaqda alfanın qarşısında neçə durur? X. Bəs böyükdə alfanın qarşısında nə durur? X plus 3. Onda yazıram X plus 3 bərabərdir. İndi birinci balaca kiçik üçbucağın belə deyək də tərəfini yazdım. İndi burada kiçik üçbucaqda qammanın qarşısında nə durur? 3. Bəs böyükdə qammanın qarşısında neçə durur? 9. Buradan çarpaz vursaq 9x bərabərdir. 3x üstə gəl neçəyə? 9-a. Buradan 3x keçdi sola. 6x bərabər olur 9x də bərabər olur neçəyə? 1/5-ə. Bizdən x istəyirdi. Yəni BF o da 1/5 olur. Keçdik 78 nömrəli suala. 78-də bizə nə deyir? Deyir, bir ədədin 25%-i digərinin 50%-nə bərabərdir. Biri x olsun, biri y. Deyir, birinin 25% deyəndə 25-ə vuruq 100-ə böldük. Digərinin deyir, bu neçə faizənə bərabərdir? 50%. Yəni y vuraq 50 bölək 100-ə. 100-lər getdi, 25 ilə də 50 ixtisar getdi. 1, 2, x bərabərdir nəyə? 2y-ə. Deyir, bu ədədlərin fərqi, yəni x minus y 60 olarsa, cəmini tapın. X plus y istəyir. X-in yerinə gətirib 2y yazsam, 2y minus y bərabərdir 60-a. Y də olur neçə? 60. Y 60-dırsa, onda x-im də 120-dir. Bunların da cəmi 120 ilə 60 edir neçə? 180. Keçdik növbəti suala. Deyir, 79-da nə deyir bizə? Deyir ki, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulu və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Bax, burada bu günlərin sayını bildirir. Bu isə pulun miqdarını bildirir. Fikir versən, 15-ci gündə xərclənən pulla qalan pul nə olub? Bərabər olur. Bunda 150 manat pulu var. Bu nə qədər xərcləsə, bunun nə qədər qalan pulla xərclənən pul bərabər olar. 150-nin yarısı neçə edir? 75 manat. Deməli, 75 manat xərcləsə, 75 xərcləmiş olur, qalan da 75 olur da. İndi bu bir günə xərclədiyi pulu da bilmirəm. Düzdür, x olsun. Onda 15 günə deməli 15x olacaq və bu da nəyə bərabər olacaq? 75-ə. Çünki 15 günə bu 75 manat pul xərcləyir. Onda x də bərabər olur neçəyə? 5 manata. Deməli, bir günə bu 5 manat pul xərcləyir. Deyir, indi Elnurun pulu neçə günə bitər? 150 manat pulu var. Bir günə də 5 manat xərcləyirsə, 150-nin bölünən 5-i o da edir neçə? 30. Vəssalam. Bax, indi burada nədir? 80-də. Bizdən hansı bucağı istəyir? C bucağını istəyir. Bax, bu bucağı. Bax, biz bu 50-ni tapanda 100 ilə x-i cəmləyirik. 180-i çıxırıq, alınır neçə? 50. Bu da 100 plus x bərabərdir. 100 plus x bərabərdir. 180 keçir sağa olur nə? 230. Onda x də olacaq neçə? 130. Vəssalam. Cavab olur 130. Keçdik növbəti suala. 81 nömrəli suala. 81-də bizə nə deyir? Deyir, tərəfi 8 olan ABCD kvadratında. Deyir, S1 bölək S2 bərabərdir nəyə? 9-da 1 olarsa, deyir, S2-ni tapın. Bax, nə edək? Bizə dəqiqə. Bax, burada, deməli, burada. Bu xət, tutaq ki, bax, bu xətlə, bu xət bir-birinə nədir? Paraleldir. Onda burada bir perpendikulyarlıq yaranır. Bura özümdən alfa deyərəm, burada nə deyərəm? Beta. Bura betadırsa, onda burada nə olur? Beta, onda burada nədir? Alfadır. Düzdür? Və həmçinin bu xət bununla da belə deyək də paraleldir. İndi bax burada biz elə bir ki, nə görürük? Bax, biz burada 2 dənə oxşar üçbucaq görürük. Düzdür? Belə eləyək də, gəl biz bunu. Oxşar üçbucaqlarda biz bilirik ki, sahələr nisbəti S1 bölək S2 tərəflərin kvadratların nisbətinə bərabər olur. Yəni A1-in kvadratı bölək A2-in kvadratı.
Yəni buradan 9'da 1 bərabərdir nəyə? A1'in kvadratı bölək A2'nin kvadratı. Düzdür, buradan A1 bölək A2 də bərabər olacaq nəyə? 3'də 1'ə. Yəni onda A1'imiz, yəni bax bura 1K'dır. Burada neçə K'dır? 3K'dır. Bura 1K'dırsa onda burada 1K'dır. Kvadratın da tərəfi neçədir? 8'də. Onda 4K'mız bərabərdir 8'ə. K'mız da olur neçə? 2. Onda bunun tərəfi 3 dəfə 2 edir 6. 6 edir bura. Düzdür. Burada indi bircə dəqiqə. Bircə dəqiqə. Burada necə götürək indi? Deməli. Və bax burada, bax bu diaqonaldır deyən, bax bu AC-miz diaqonaldır deyən. Bax bu bucaqlar bilirsən neçə olur? 45-45 olur. 45-dirsə biz bildik ki, bax bu özü bir düz bucaqlı üç bucaqdır. Düzdür. Bax bu özü bir nədir? Düz bucaqlı üç bucaqdır. Və burada deməli iti bucaqlar 45-45-dirsə onda katerlər bir-birinə nə olur? Bərabər. Bura 6'dırsa onda burada 6'dır. Sahəni də tapanda bax həmin S2-nin 2'də 1 AB düsturuna əsasən tapırıq. Yəni 2'də 1 vuraq 6 vuraq 6. Bu da bizə nə verir? 18'i. Sağ olun.